Salam əziz şagirdlər, bu günlərin hibridləşmədən məsələ həllərinə baxasıyıq. Baxın, burada soruşur ki, molekulda olan hibrid orbitalların sayını müəyyən edin. Gəlin birinci, baxaq görək neçə dənə karbon atomu sp3 halındadır, neçə karbon atomu sp2 halındadır, neçə karbon atomu sp halındadır. Bilirik ki, cəmi 5 dənə karbon atomu var. sp3, sp2, bir də sp yazıram. Baxın, əgər bir pi rabitə varsa, bu sp2 halındadır. Baxın, birinci karbon atomumuz sp2 halında olasıdır. Birinci karbon atomumuz sp2 halında. İkinci karbon atomumuz da sp2 halında olasıdır. Çünki bir dənə pi rabitəsi var. Digər karbonlara baxaq. Baxın, burada 2 dənə pi rabitə var. 2 dənə pi rabitə olduğu üçün sp halında olasıdır. Ən burada yerləşən karbon atomu da yenə sp halındadır. Baxın, burada karbon isə yalnız sigma rabitələrindən ibarət olduğu üçün sp3 halında olasıdır. İndi yazaq üstlərinə. Baxın, bu sp2 halındadır. Bir pi rabitəsi var. Bir pi rabitəsi. Bu da sp halındadır. Bir bu da sp halındadır. Yalnız bu sp3 halında olasıdır. Deməli, bir karbon atomu sp3 halındadır. 2 karbon atomu sp2 halındadır. 2 karbon atomu da sp halında olasıdır. Biz bilirik ki, sp3 halında 1s 3p orbitalı iştirak etdiyi üçün 4 hibrid orbital əmələ gəlir. sp2-də 1s 2p orbitalı iştirak etdiyi üçün 3 hibrid orbital əmələ gəlir və burada 2 dənə karbon atomu var. 2-ni vururuq 3-ə. Cəmi 6 hibrid əmələ gələsidir. sp-də isə 1s 1p orbitalı iştirak etdiyi üçün 2 hibrid orbital əmələ gələsidir. Burada da 2 karbon sp halındadır. 2-ni də 2-yə vururuq. Bərabərdir. 4 olasıdır. Cavab 4, 6, bir də 4. 4, 6, 4. Cavab Y variantı olasıdır. Digər məsələ həllinə baxaq. Molekulda sp2 hibrid vəziyyətində olan karbon atomları ümumi karbon atomlarının neçə faizini təşkil edir? Cəmi burada 5 dənə karbon var. 5 dənə karbon. Cəmi 5 karbon atomu var. İndi bir baxaq. Baxın, burada bir pi rabitəsi olduğu üçün sp2-dir. Burada da bir pi rabitə olduğu üçün sp2-dir. Yenə baxırıq. Burada bir pi rabitə olduğu üçün